İtalyanları emosionallıqlarına, bir çox sosial xüsusiyyətlərinə görə Qafqazlılarla, o cümlədən bizimlə, Azərbaycanlılarla müqayisə edirlər. Bu iki uzaq coğrafiyanı həm də tarixi bağlar birləşdirir. Qədim Romanın Azərbaycanla sıx əməkdaşlıq əlaqələri mövcud idi. Sonralar da nəinki bu əlaqələr itmədi, əksinə bir qədər də inkişaf etdi və bugün İtaliya və Azərbaycan strateji tərəfdaşdılar. Bakıda növbəti ali qonaq İtaliya baş naziri Giorgia Meloni'dir. Bakı və Roma münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində iki sənədlə rəsmiləşdiriblər. 2015-ci ildə və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa və hərtərəfli strateji tərəfdaşlığa dair sənədlər. Tərəflər münasibətlərini, bu hüquqi bazanı eyni zamanda siyasi dialoq və iqtisadi əməkdaşlıqla zənginləşdiriblər. Əməkdaşlığımızın ən mühüm istiqamətlərindən biri enerji sahəsi ilə bağlıdır. İtaliya Azərbaycandan ən böyük həcmdə neft və qaz alan ölkədir. Bu ölkənin neft ixalında Azərbaycanın payı 17%-ə bərabərdir. Eyni zamanda qaz ixracımızın böyük həcmi İtaliya bazarına yönəlir. İllik 10 milyard kubmetrə yaxın. Qədim Romanın bizim coğrafiyada ən sıx əməkdaşlıq etdiyi ölkə Azərbaycan idi. Bugün də bu belədir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i Azərbaycanın payına düşür. Eyni zamanda Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliyanın payı 25%-ə bərabərdir. Bugün Azərbaycanda 130-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Onlar işğaldan azad olunmuş ərazilərimizin bərpasında da fəal iştirak edirlər. Ancaq hələ ki, ticarət dövriyyəsində Azərbaycanın payı üstünlük təşkil edir, 95%. 2024-cü ilin sentyabrında Azərbaycan prezidenti İtaliyada səfərdə idi. 2025-ci ilin sentyabrında isə İtaliya prezidenti ölkəmizə təşrif buyurmuşdu. Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir və hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər. Aramızda böyük dostluq, qarşılıqlı tam şəkildə təşəkkül almış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Qapı açılanda alırsınız kamerada. Fəxri Qaral üzvləri məşqlərini davam etdirirlər. Qarşılanma mərasimi ənənəvi olaraq rəsmi qəbulların və rəsmi qarşılanma mərasimlərinin keçirildiyi Zuğulba iqamətgahında yox, Gənclik iqamətgahında keçiriləcək, hansı ki 2010-cu ildən etibarən rəsmi iqamətgah kimi fəaliyyətdədir. Gənclik iqamətgahının divarlarını köhnə Bakının şəkilləri vəzləyir. Bakı küçələrində dəvə karvanı. Burada isə artıq Bakı küçələrində avtomobillər və tramvay görünür. Sarayın önündə qarşılanma mərasimindən sonra liderlər bircə foto çəkdirəcəklər. Hər iki ölkənin bayraqlar önündə və milli ornamentlərlə bəzədilmiş xalça üzərində. Yok, hepsi var.
Azərbaycan prezidenti və İtaliya baş naziri arasında ikitərəfli görüş burada baş tutacaq. Liftdən daha tez çatmaq lazım idi. Liderlər ikitərəfli görüş üçün təşrif buyururlar. Görüşün protokol hissəsi sona çatdı. Liderlər görüşü qapalı formatda ikitərəfli şəkildə davam etdirəcəklər. Proqrama əsasən liderlərin geniş tərkibdə görüşü də nəzərdə tutulur. Həmin görüş bu otaqda keçiriləcək. Və liderləri hökumət üzvlərindən ibarət nümayəndə heyəti müşahidə edir. İtaliya Respublikasının baş nazirinin protokol xidməti öz düzəlişlərini edir. Azərbaycanın enerji sahəsində uğur yolu davam edir. Təsadüfi deyil ki, İtaliyanın enerji təhlükəsində də Azərbaycan mühüm rol oynamaqdadır. Azərbaycan qazının 10 milyard kubmetri İtaliya bazarına çatdırılır. Eyni zamanda İtaliyanın neftə olan tələbatının 17%-i məhz Azərbaycan hesabına təmin edilir. Və həm ikitərəfli, həm də geniş tərkibdə görüşdə bu və digər məsələlər diqqət mərkəzindədir. Daha hansı istiqamətlər üzrə əməkdaşlığı şaxələndirmək olar? Nümayəndə heyətlərinin masaya yaxınlaşmağından olub ki, liderlər görüş otağına daxil olacaqlar. Meloni bu dəfə qırmızı avtomobildən istifadə etməyib. Bakı səfərlərində adətən istifadə olunan avtomobil İtaliya baş nazirinin də ixtiyarındadır. Liderlərin mətbuat üçün açıqlamasını isə bu zalda izləyəcəyik. 8, 9. Tərcümə kabinələri də öz rolları üçün hazır vəziyyətə gətirilib. Proporsiyalar olduqca vacibdir. Stullar arasındakı məsafənin eyniliyi təşkil olunur. Ənənəvi olaraq mətbuata açıqlamada hökumət üzvləri də iştirak edəcək.
Jurnalistlər artıq hazırdır, operatorlar da həmçinin. İkitərəfli və geniş tərkibli görüşlərdə hansı məsələlər müzakirə olunub, bir neçə dəqiqə sonra liderlərin mətbuata açıqlamasında öyrənəcək. Bizim siyasi əlaqələrimiz bildiyiniz kimi ən yüksək səviyyədədir. Eyni zamanda ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Bugün ölkələrimiz arasında münasibətlərə gəldikdə bu siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzun müddətli boşluğu doldurmalıyıq. Bu özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə, əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Həftənin daha bir mühüm hadisəsi Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirakı idi. Bu, Azərbaycanın sülhə doğru aparan yol xəritəsinin daha bir elementi idi. Bir il öncə Tiranaya səfərim zamanı Prezident Costa və Prezident von der Leyen zirvə görüşün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti zirvə görüşlərdən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə mən Avropa Siyasi Birliyinin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi 9 aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik. Bakı regionun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgisinə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən şirkətlər bu platformaya öz məhsul və xidmətləri ilə yanaşı yeni texnologiyaların və innovasiyaların təqdim olunması imkanı kimi baxır. Bizim istehlakçılarda belə bir rəy var ki, adətən üzərində bu cür etiketlər olan məhsullar idxal edilmiş məhsullardır. Halbuki elə deyil. Salam, vaxtınız xeyir. Xeyr, elə deyil. Amma markası Azərbaycan brendidir və xarici bazarda da Azərbaycan Made in Azərbaycan markası altında təmsil olunur. Biz çalışırıq ki, dünya standartında, beynəlxalq standartda olan beynəlxalq keyfiyyətli məhsulları Azərbaycanda yetişdirək. Azərbaycanda ilk intensiv kivi bağını qurmuşuq. İdxalı azaldıb, daxili təminatı çoxaltmaq məqsədimiz var. Mən dünən Azərbaycana gəlmişəm. Burada insanlar çox səmimidir. Stendimizi qurmuşam və bir çox insan mənə kömək edib. Düşünürəm, yenə də gələcəm. Salam. Can lokumları yerli istehsalımızdır. Dadına baxmaq olar. Bəli, əlbəttə. 93-cü ildə fəaliyyət göstərir Azərbaycanda.
Ölkəmizdə 14 iqtisadi rayon üzrə 23.060 hektar nar əkin sahəsi mövcuddur. Keçən il 2025-ci il mövsüm ilində 187.137 ton ümumi nar istehsal olmuşdu. Ümumiyyətlə qürurla demək istəyirəm ki, nar və nardan alınan məhsulların 2025-ci ildə ixracından 54 milyon dollardan artıq ümumi gəlir əldə olunmuşdur. Bu illəri sərgi əvvəlki illərdən fərqli olaraq Caspian Agrovit formatı çərçivəsində təşkil olunub. Məqsədimiz həftə ərzində həm sərgi çərçivəsində və Bakının müxtəlif bölgələrində, ölkənin müxtəlif bölgələrində aqrar sahədə müzakirələri, müxtəlif platformaların genişləndirməkdir. Bizim bütün məhsullarımız 100% təbiidir və qatqısızdır. Bu robot təklif edəcək məhsulları. Əmrlərə belə tabe olmur. Əvvəlcədən proqramlaşdırma ilə Bəli, əvvəlcədən proqramlaşdırma. Doğru olsun. Mən Kotivardanam. İkinci dəfədə Azərbaycandayam. Birinci dəfə Azərbaycanda COP keçiriləndə 2 il bundan əvvəl olmuşdu. Hesab edirəm ki, ölkəniz potensialına və həm də insanlarınıza görə bir çox digər ölkələr tərəfindən mütləq kəşf edilməlidir. Mən Azərbaycanla əməkdaşlığı gücləndirmək üçün bura gəlmişəm. Məsələn, gələn ilin mart ayında Qanada tədbir təşkil edirik və biz Azərbaycanın həmin tədbirdə şərəf ölkəsi qismində təmsil olunmasını istərdik. Bunu Azərbaycanın potensialı və müxtəlif əməkdaşlıq imkanlarını nümayiş etdirmək üçün edirik. Bu ilki sərgidə 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda ölkələr öz pavilyonları ilə çıxış edirlər. Məsələn, İndoneziya öz pavilyonunu təqdim edən ölkələrdən biridir. Hello. Welcome to Azərbaycan. Salam, xoş gördük. Azərbaycana xoş gəlmisiniz. Birinci dəfədir bu sərgidə iştirak edirsiniz. Biz ikinci dəfədir ki, iştirak edirik. Lakin fərqli məhsulları təqdim edirik. Birinci dəfə 2024-cü ildə iştirak etdik. Mən İndoneziyanın Azərbaycandakı səfiriyəm. Mən Interfood sərgisi vasitəsilə İndoneziya məhsullarını təşviq etməyə planlaşdırıram. 2024-cü ildə biz ərzaq məhsullarını təqdim edirdik. İndi 2026-cı ildə biz kofe məhsullarımızı təqdim edirik. Sizin məhsuldur, dadına baxa bilərəm. Bəli, buyurun, dadına baxın. İndi İndoneziya məhsullarının Azərbaycan bazarına daxil olması üçün əlimdən gələn edirəm. Bizim İndoneziya məhsulları Azərbaycan bazarına gətirilir. Qarşılıqlı şəkildə məhsullarımızı tanıdırıq. İndoneziya lokumu. Biz Azərbaycanda 10 illik fəaliyyət göstəririk. Bizim 9 texnikamız hazırda Azərbaycanda istismarda. Nümayiş etdirdiyimiz bu texnika ən son modeldir. Biz bir sıra şirkətlərlə əməkdaşlıq çərçivəsində ölkənizdə fəaliyyətimizi davam etdiririk. Möhtəşəm bir sərgidir. Mən uzun illərdir ki, Caspian Agroya gəlirəm və hər il daha çox texnologiyanın şahidi oluram. Bunu görmək çox xoşdur. Təbii ki, fermerlərin kənd təsərrüfatını inkişaf etdirmək üçün daha çox texnologiyaya ehtiyacı var. Burada bir kombayn nümayiş etdiririk. Azərbaycanda kənd təsərrüfatına dəstək verən təxminən 1000-ə yaxın kombaynımız var. Çöldə isə traktorlarımız da var. Fermerlərə göstərmək üçün geniş çeşiddə traktorlar təqdim edirik. Azərbaycanda kənd təsərrüfatı sahəsində hökumətin fermerlərə bu məhsulları ala bilmələri üçün verdiyi subsidiyalardan və göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Potensial alıcılar məhsullarla belə detallı şəkildə maraqlanır. Azərsum şirkətinin prezidentidir. Tahir müəllim, xoş gördük. Salam. Alacağınız məhsulla detallı maraqlanırdınız. Bəli, əlbəttə. Çox maraqlıdır. Fəxr edirəm ki, ölkəmizdə artıq belə məhsuldarlıq qaldırmaq üçün dünyadakı ən axır texnologiyalardan istifadə edirik. Azərbaycanda bizim hamımızın məqsədi cənab prezidentin bizə verdiyi hədəf var. O da tam qida təhlükəsizliyi və qeyri-neft sektorunun ixrac potensialını artırmaq. Bugün Allah'a şükür artıq zavodumuz 40% ixraca yönəlmişdir. Bunun üçün bizə əlavə məhsul lazımdır. Bu texnologiyalar həm bizə keyfiyyətdə kömək edəcək, həm də kəmiyyətdə.
Ona görə gözəlliyi də var. Sükana qalxaraq yerindəcə yoxlamaq. Bəli, əlbəttə, çox maraqlıdır. Mən həmişə mənim üçün maraqlıdır. Bu komplikə, sofistik işləri çox sevirəm. Ona görə çox maraqlı idi. İnşallah xeyirli olsun. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı onun mötəbərliyini və bu tədbirə siyasi dəstəyi vurğulayır. Deyə bilərsiniz, cənab prezidentə telefon vasitəsilə nə təqdim edirdiniz? Təqdimatda mən orqanik təsərrüfatımıza Qarabağda, Füzulidə başladığımızı dedim. Mən cənab prezidentə çox yaxşı toxumları göstərdim. Toxumların əkilməsi və torpaq yaxşı görünürdü. Orqanik təsərrüfatı da burada təşkil etmək olar. Bu ekoloji və dayanıqlı istehsal üçün yaxşı bir haldır. Prezident İlham Əliyev bütün stendlərdə, pavilyonlarda ətraflı məlumatları dinləyir və təqdimatçılar dövlət başçısının suallarını cavablandırır. Dövlət başçısına nə təqdim edəcəksiniz? Pomidorlar. Razısınız? Bəli. Pomidorları biz yetişdirmişik. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi olaraq. Prezidentə nə təqdim etdiniz? Biz İspaniya brendini Industrias Davidi təqdim edirik. Bizim 100-dən çox mağazamız var. Biz Avropada üzüm və meyvə bağları, zeytun, qoz ağacları üçün istənilən mexaniki avadanlıqların istehsalı üzrə liderik. Biz torpağın emalı, gübrələnməsi və bu kimi xidmətləri göstəririk.